Hörmətli tamaşaçılar, 2026-cı ilin əvvəlindən Azərbaycanda qiymətlər kəskin yüksəlir. Ayı 92 benzini 1 manat 15 qəpik, dizel 1 manat 10 qəpik oldu. Qaz və elektrik üçün aylıq 1 manat abunə haqqı tətbiq edilir. Metroda məsafəyə görə ödəniş, taksi və internet tarifləri bahalaşır. Arasında necə təsir edir? Benzin dizel bahalaşdı, taksilə gedə bilmirəm. Kommunal qaz, işıq, su hamısı artıb. Metro, internet, mobil rabitə hər şey bahadır. Maaşlar isə yerində. Kərə yağı 55 manat. Necə alaq? Hamıya çatmır artıq. Ərzaq, nəqliyyat, kommunal. Biz bazarlarda vəziyyət acınacaqlıdır. Qiymətlər qalxıb, alıcılar yoxdur. Kərə yağı 55 manat. Heç kim almır. Bazar boşdur. Bu qiymətlərlə necə dolanaq? 2026-cı ilin əvvəlindən suya, qaza, elektrikə və metroya yeni tariflər tətbiq olunur. Artımlar xüsusilə gündəlik xərclərə təsir edir. Hər şeyin qiyməti qalxır, maaş isə eyni qalır. İnsanlar necə dolansın? Metro ilə universitetə gedirəm, indi məsafəyə görə çox